Charles de Gaulle'un xarici siyasəti ABŞ-dan uzaqlaşmaq. Deyir ki, ABŞ getsin, Amerikada ağalıq eləsin. Bura bizimdir. Yəni, Fransa qoy Avropada ağalıq eləsin. Onda ABŞ-dan uzaqlaşırsa, NATO-dan da uzaqlaşır. Çünki NATO bilirsiniz ki, hərbi ittifaq edir. ABŞ-ın yaratdığı bir hərbi ittifaq edir, SSR-yə. NATO-dan da uzaqlaşır. Bu, Charles de Gaulle'un daxili siyasətidir. Charles de Gaulle referendum keçirir ki, Fransada prezidentli respublika qurulsun, amma ucuzur referendumda. Nə qədər sevilən şəxs olsa da Fransada seçkiləri ucuzur. 58-də Fransada 5-ci respublika başlayır. Fransada 5-ci respublikalar 1958-dən başlayıb bu günə qədər davam edir. 2026-cı qədər. Hazırda 5-ci respublikadır Fransada. 1958-dən sonra yenə bir respublikadır. Krallıq deyil mi? Yox, prezidentli respublikadır Fransa. Prezident 5 ildən prezident seçkiləri. Yoxsa 5 il. Amerikada. Deməli, Fransada bayaq Gaulleizm siyasətindən danışdıq. Gaulleizm nədir? Fransanın Avropadakı ağalığını yerinə təmin eləmək, ABŞ-dan uzaqlaşmaq, NATO-dan uzaqlaşmaq. Bir cəryan da var. Atlantizm cəryanı. Bu tam tərsidir Gaulleizmin. Bu Fransada demokratlardır. Yəni daha demokratik olan qüvvələrdir. Şeydən əleyhinə, belə deyək də, Charles de Gaulle'un əleyhinə olan qüvvələrdir. Fransadakı Atlantizm cəryanı. Bunlar nə deyirlər? Bunlar deyirlər biz əksinə ABŞ-la yaxınlaşmalıyıq. ABŞ-la əməkdaşlıq. Deyir ki, ABŞ Avropanı öz nəzarəti altında saxlasa yaxşıdır. Eyni zamanda NATO ilə əməkdaşlıq. Böyük Britaniya ilə əməkdaşlıq. Deyir, biz Britaniyana vuruşmamalıyıq Avropalığında. Avropanı birləşdirməliyik. Baxın uşaqlar, Fransa iki cəryan üzərində qurulur. Fransa tarixi. Bu günə qədər də bu iki cəryan arasında Fransada rəqabət var. Gaulleizm cəryanı Charles de Gaulle tərəfindən qurulur. Fransanın Avropadakı ağalığını təmin eləmək bir. Onun üçün onda Britaniya düşmənçilik, ABŞ-dan uzaqlaşmaq, NATO-dan uzaqlaşmaq. Mümkün olduqca SSR-ilə yaxınlaşmaq. Amma bunun tərsi var Atlantizm. Atlantizm tam tərsidir. Fransa Amerikadan yardım almalıdır, Britaniyanın dostluq əlaqəsi saxlamalıdır, Avropada sülh və sabitlik yaratmalıdır. NATO-ya yaxınlaşmalıdır. Bu Atlantizm cəryanıdır. Fransada inşallah daha çox Atlantizm cəryanı üstünlüyü təşkil edir. 70% hallarda Atlantistlər qalib gəlirlər. Gaulleistlərin şeyi azdır, nüfuzu azdır, gücü də azdır. Məsələn, Atlantistlərin iki məşhur nümayəndəsinin adı çəkilir. Birincisi, François Mitterrand. Sosial-demokrat prezident Amerikada, Fransada 1960-cı illərin sonu 70-ci illər. François Mitterrandın siyasəti dövrüdür Fransada. Onda bunu yiyəcək, Charles de Gaulle'dan fərqli olaraq Amerikanı əməkdaşlıq edəcək. NATO ilə əməkdaşlıq edəcək. Başa düşdünüz? Onun dövründə Britaniya, onun dövründə biraz əvvəl, bu Atlantistlərin dövründə, Britaniya Avropa İqtisadi Birliyinə üzv olur. Çünki Britaniya ilə barışırlar. Gördünüz necədir? François Mitterrand Charles de Gaulle'a qarşıdır. Fərqli siyasət yürüdəcəklər. Bir dənə də hazırki prezident Emmanuel Macron. Macron da eyni zamanda Atlantist cəryanının nümayəndəsidir. Onun da dövründə yenə NATO ilə əməkdaşlıq, ABŞ-la əməkdaşlıq var. Bu da olur Fransanın 5-ci respublika dövrü. Gəlirik Almaniyanın müasir dövrünə. Başqa onun sınıflar burada ölçün. Bunu dərsdir, nə olacaq ki? O sınıflarda dərslər. Almanya müasir dövr. Britaniya və Fransanın vəziyyətindən çox ağır idi Almaniyanın vəziyyəti. 2-ci Dünya müharibəsindən sonra. 2-ci Dünya müharibəsi Almaniya üçün bir fəlakətdir. Yəni, Almaniya tarixində yaşaya biləcəyi ən böyük fəlakəti 2-ci Dünya müharibəsindən sonra yaşamışdır. Çünki 2-ci Dünya savaşında düşünün ki, uşaqlar, Almaniya əhalisi böyük bir hissəsi ya müharibədə həlak olmuşdu, ya yaralanmışdı. Almaniya birinci növbədə işçi qüvvəsi itirmişdi. Almaniyada 1945-ci ildə bir dənə salamat bina qalmamışdı, düşünün. Hər küçə uğrunda, hər bina uğrunda döyüşlər getmişdi müharibə dövründə Almaniyada. Tamamilə yerlə bir olmuş Berlin şəhəri var idi. Yəni, Almaniyadan əsər əlamət qalmamışdı 2-ci Dünya müharibəsindən sonra. Müharibədə də məğlub, üzərinə təzminat qoydular. Yəni, müharibədən sonra ən pis tərəfi bilirsiniz nədir? Almaniya iki hissəyə parçalanmışdı. Almaniyanın bir hissəsi SSR-nin işğal altındadır,
digər hissəsi isə, qərb tərəfi isə Fransa, İngiltərə və ABŞ-ın işğal altındadır. İki Almaniya dövləti yaranır uşaqlar. Afiyer və Adiyer. Diqqətlə dinləyin. Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası. Uşaqlar, Almaniya iki hissəyə parçalanıbdır. 1990-cı ilə qədər Almaniya parçalanmış vəziyyətdə idi. Almaniya Federativ Respublikası. Bunlar kapitalist Almaniyasıdır. Yəni, ABŞ meyilli. Belə deyək də, ABŞ meyilli. ABŞ-ın sözünə baxan Almaniya. Almaniya Federativ Respublikası. Onların işğal zonası olmuşdur. Bir də var Almaniya Demokratik Respublikası. Komünist idi bu Almaniya. Yəni SSR-dəki kimi. Burada Sovet hökuməti qurulmuşdu. Tuna telefonu yığışdı, bura bax. SSR meyilli idi. Bu da SSR-in sözünə baxırdı. Almaniya Demokratik Respublikası. Almaniya tarixi uşaqlar 2. Dünya müharibəsindən sonra Alman xalqı üçün çox ağır keçibdi. Almanların bir hissəsi şərqdə qalıb. Bunlar da qapını işlər. Almanların bir hissəsi qərbdə qalıb. Bax, belə bir ağır vəziyyətə düşmüşdü Almaniya. Yəni, ölkənin bir hissəsi SSR qoşunların işğal altındaydı, bir hissəsi ABŞ qoşunların işğal altındaydı. Biz Adiyer, bir də Afiyer'in Adiyer'ə fikir veririk. Amma bunlar arasında böyük fərq olacaq gələcəkdə. Afiyer inkişaf eləmiş ölkəyə çevriləcək. Kapitalist münasibətlər çox yaxşı inkişaf edəcək. Afiyer çox demokratik və ədalətli bir ölkə olacaq. Almaniya Federativ Respublikası. Amma Almaniya Demokratik Respublikası isə sərt totalitar ölkə olacaq, insan haqları olmayacaq, Adiyerdə insanların yaşayış səviyyəsi çox pis vəziyyətdə olacaq. Adiyer. Görüşdünüz? Biz Adiyer yox, Afiyer tarixini öyrəndik. Almaniya Federativ Respublikası. Almaniyanın qarşısında çox ağır şey var idi, mərhələ var idi 2. Dünya müharibəsindən sonra Afiyer'in qarşısında. Almaniya Federativ Respublikasına öyrəndik biz. İngiltərə və ABŞ-ın nəzarətində olan Almaniya hissəsini. Almaniyanın dirçəldilməsinə ehtiyac var idi. Almaniyanın dirçəldilməsində birinci növbədə ABŞ-ın böyük rolu olur. ABŞ 2. Dünya müharibəsindən sonra Almaniyaya çox kömək edir. Bu köməklərdən biri Marshall planı idi. Neçənci ilə? 48. Marshall planından sonra Amerika Almaniyaya iqtisadi yardım eləmişdir. Xarici ölkələrə kömək edir. Almaniyada var idi ölkələrin içərisində ki, qoy Almaniya iqtisadiyyatı toparlansın, çünki müharibədə çox ağır vəziyyətə düşmüşdür. Almaniyanın əsas qurucusu kimdir? Almanlar onu öndər kimi görürlər. Konrad Adenauer. Konrad Adenauer Almaniyanın baş naziridir, kansleridir. 2. Dünya müharibəsindən sonra çox sevilən bir şəxsdir. Humanist, Alman xalqını sevən, yaxşı da iqtisadi siyasət yürüdür. Bazar iqtisadiyyatı yürüdür. Nisbətən xırda sahibkarlar vergiden azad edilir. Amma eyni zamanda bunun dövründə maraqlı cəhdindəki sosial yardımlar da var. Düşünün uşaqlar, bunun dövrünü adlandırırlar Alman möcüzəsi. Bir də Yapon möcüzəsi olacaq. 40 adı. Yaponların dirçəlməsi. Həqiqətən də Almanlar 50-ci illərdə bir möcüzə yaradırlar. Konrad Adenauer'in dövründə. Alman möcüzəsi deyirlər, bilməm, ya Almaniyanın memarı deyirlər, belə bir şey. Möcüzəsi deyil. Möcüzəsi deyirlər. Deməli, 1955-56-cı illər. 2. Dünya müharibəsindən cəmi 10 il keçibdi. Almaniya parçalanmış vəziyyətdə idi, düzdür? Amma yenə də Almaniya iqtisadi inkişaf səviyyəsinə görə Avropada birinci yerə çıxacaq. Almaniya müharibədən əvvəlki vəziyyətə gəlir satır, hətta ondan da güclü vəziyyətə gəlir satır, öz iqtisadi gücünə görə. Həqiqətən də bu möcüzə idi. Bu möcüzənin baş memarı Konrad Adenauer idi. Cəmi 10 il, 15 il içərisində Alman cəmiyyəti çox sürətli bir şəkildə toparlanır. Müharibədən əvvəlki vəziyyətə gəlir adamlar. Düzdür, burada Amerikanın da böyük yardımları olur. İstənən halda Almaniya toparlanır. 60-cı illərdə artıq Almaniya əvvəlki gücünü geri qaytarmışdı. Amma Konrad Adenauer, Adiyerlə pis münasibətləri var. Adiyerlə soyuq münasibətlər. Soyuq həm düşmənçilik münasibəti. Adiyer hansı dövlətdir uşaqlar? O SSR tərəfdə olan. Almaniya dedi iki yerə bölünür. Afiyerə bir də Adiyerə. Afiyer kapitalist olandır, Adiyer Sovet meyilli olandır, komünist meyilli olandır. Başa düşdünüz? İki yerə bölünür. Bu Adiyerlə Afiyer arasında düşmənçilik var, ikisi Alman olmasına baxmayaraq. Adiyerlə soyuq münasibətlər var, Konrad Adenauer. Adenauer deyir ki, Adiyer bizə birləşməlidir.
Onlar günah olardı deyir, onlar bizdən ayrılır. Onlar bizə birləşməlidir, bizdən bir yolu getməlidir, biz inkişaf eləmişik. Sonra Willy Brandt 60-cı illər. Danışıqlar aparırdı. Bunun dövrü yine iktisadi yükselişti. Uğurludur bunun iktisadi siyaseti. Konrad Adenauer kimi ama bir fərqi var. Bunun bir siyaseti var. Yeni Şərq siyaseti. Uşaqlar. Willy Brandt'ın siyaseti. Yeni Şərq siyaseti nə deməkdir? Willy Brandt Konrad Adenauer'dən belə ikisi də vətənpərvər adamdır. Amma Konrad Adenauer'dən fərqlidir bunun xarici siyaset görüşü. Bu deyir ki, biz Adiyerlə o qədər də pis münasibətlər qurmamalıyıq. Deyir, nə olsun orada ki, o bizdən ayrılıbdır. Amma bizimki daxı. Qəbul eləyək onu, yavaş-yavaş danışıqlar aparaq onunla, münasibətlərimizi qaydasına salaq. Deməli, bu dövrdə Adiyerlə danışıqlar aparılır. Adiyerlə danışıqlar. Hətta Adiyerin sərhədlərini tanıyırdı. Adiyer də bunun sərhədlərini tanıyırdı. Almanya Demokratik Respublikası. Deməli, Willy Brandt'ın dövründən Afirlə Adiyer arasındakı münasibətlər yumuşadı və artıq yavaş-yavaş Almanlar özləri birləşmək istəyirlər. Çox maraqlı bir şey var, arada demək yadımdan çıxdı. Berlin divarı var, 1961-ci il. 62 böhran. Bu Karib böhranıdır. 63 sonda. 89 böhran. Berlin divarı 61-dir, Karib böhranı 67. Bəs Berlin böhranı? 61. Belə başlayan kimi, tikən kimi. Ha. Berlin divarı tikilir bənim. Bax, bu nəyə görə? Berlin böhranı olub, sonra Berlin divarı tikilir əslində. Niyə? Bu Afiyyə ilə Adiyer arasında, bunlar parçalanmaq 45-ci ildə. Arada bir setka var idi. Amma sizə bayaq izah edelim, Afiyyə çox inkişaf eləmişdi. Orada cəmaat yaxşı yaşayırdı, azadlıq var idi. Amma Adiyer elə deyildi, Adiyer tərcid olunmuşdu. Bir dənə Sovetlə əlaqə saxlayırdı, SSR ilə. Və insanlar pis yaşayırdı. Adiyerdə yaşayanlar, Afiyerdə yaşayanlara həsəd aparırdılar. Adiyerdə olan bir uşaq, az yaşlı uşaq, 12-13 yaşlarında biri. Orada da posta, arada setka var, Afiyyə ilə Adiyer sərhədində. Setkanın bu tərəfində Adiyer əskərləri var, bu tərəfində Afiyyə əskərləri var. Özləri ayrı dövlət sayırlar axı, parçalanırlar da. Arada 1 metr yarım, 2 metrlik bir setka var. Uşaq əskərlərin başı qarışanda, Adiyer əskərlərin başı qarışanda qaça Afiyyə sərhədinə tullanmaq istəyir ki, keçsin Afiyyə tərəfə, üstədə keçinin canını tutardı da. Çünki Afiyyə vəziyyət yaxşıdır, Adiyerdə pisdir, azadlıq yoxdur Adiyerdə. Afiyyə keçdimsə, Afiyyə qaytarmır o vətəndaşa, öz vətəndaşı sayır ki, yazıq orada zülm görür, onu mən niyə qaytarmaram? Uşaq qaçır, setkadan yapışır, tullanmaq istəyəndə Adiyer əskəri bunu vurur. Düşür Afiyyə tərəfə, orada ölür. Afiyyə tərəfə, o Adiyer əskəri də, indi belə baxanda, o da təlaşa düşür, çünki əskərdir, əskərə deyirlər, qoru oranı, heç kim keçməməli, o da qoruyub, başı qarışmışlar. Tullanır bu tərəfə, tullanmaq istəyəndə göydə vurur, yazıq uşaq düşür ora, nə qədər Afiyyə tərəfə düşür amma. Afiyyə axarı var, onun müalicəni falan amma xeyri olunur, ölür. Bu dünyada həmən vaxtı təsadüfdən şəkili də çəkilmişdi onun, fotoqraf tərəfindən və qəzetlərdə falan paylaşdırır, jurnallarda çox böyük qalmaqal yaradır. Adiyer hökumətinə qarşı böyük bir nifrət ortaya çıxır ki, bunlar uşağı öldürdülər. Nə var, uşaq Afiyyə tərəfə keçmək istəyirmiş də, qaçmaq istəyirmiş. Adiyer ilə Afiyyə arasında belə münasibətlər gərginləşir. Adiyer biabır olur əslində bütün dünyada. Adiyerin nə bir cinayət, sən qaçan adamı qarşısına olmalısın, alarmırsansa niyə vurursan onu? Uşağı özdə. Və Adiyer hökuməti bir divar tikir oradan. Yaşar böyük bir divar, Berlin divarı. Ki bir də heç kim qaçıb keçə bilməsin o bir tərəfə. Afiyyə ilə Adiyer arasında bu Berlin divarı çox böyük, ağır şeyi var Almanlar üçün, ağır xatirələri var ki, bu Berlin divarı bizi böldü. Əvvəl yenə bir-birlərini görürlər setkalar, indi vəbşi görə bilmirlər. Adiyerlər, Afiyyə. Willy Brandt'ın dövründə biraz yumuşalır bunların əlaqələri, araları yaxşılaşır. Bir də var Helmut Kohl. Müstəqil bununla oldu. Bunun dövründə soyun müharibə bitməyi üzrədir, Adiyer çöküş yaşayır, Afiyyə isə tam yüksəliş yaşayır. Adiyer ilə əlaqələri davam elətdirir, Willy Brandt'ın siyasətini davam elətdirir və bunun dövründə Adiyer razılıq verir. Almanya Demokratik Respublikası Afiyyə ilə birləşir. Məşhur bir hadisə var, 1990-cı il Berlin divarının dağılması. Berlin divarı vaxt dağılır, həmin o 61-də tikilən Berlin divarı Afiyyə ilə Adiyer birbirine qovuşur. Almaniyanın yenidən birləşdirilməsi baş verir. 1990-cı ildən bu günə qədər də bax Almanya birləşmiş şəkildədir.
Almaniyanın ilk dəfə birləşdirilməsi nə vaxt idi? Yadınıza gələcək. 71. 1871 Versal sülhündə. Bu da Almaniyanın ikinci dəfə birləşdirilməsidir. 1990. Almaniya 2 dəfə birləşdirilir. Vahid dövlətdə. 1871-də və 1990-da. Berlin divarının dağılmasına bu Helmut Kohl'un uğuru sayılır. Almaniyanın birləşdirilməsi. Bir də Angela Merkel'in dövrü var. Qadın baş naziri Almaniyada 2000-ci illərdə. Hristiyan Demokratlar Partiyasının lideridir. Bir də Almaniyanın hazırki baş nazirinin adı çəkilib sadəcə. Friedrich Merz. Keçən il seçilməsi. Yox, 2 il qabaq seçildi. Gündürboy baş naziri. Merkel'lə Friedrich Merz elə 2-3 cümlədə, yəni belə bir şey yoxdur. Əsas bunları bilir. Konrad Adenauer, Willy Brandt və Helmut Kohl'un dövrü. Yaxşımı?